Gəncədə bir xanım 92-ci ildə şəhid olanların cibindən, paltarından nə çıxıb, onu öz şəxsi evində 3 otağı muzey eləyib. İçəri girəndə dəhşətə gəlirsən. Hər şəhidin haqqında qısa da məlumat yazıb qoyub ora. Siqaretlərdə arzular yazılıb. Siqaretlərdə adlar yazılıb ki, bu siz girib o otağı görəndə dəhşətə gələrsiniz. Həqiqətən mən Zaur neyniyib? Onu sosial şəbəkələrdə tapıb, ona yazıb ki, Elnarə xanım, orada mən üçün yer ayırarsınız. Hələ heç bir şey olmamış. Zaur şəhid olandan sonra xanım bilib, mənlə əlaqə saxlaya bilməyib. Çünki ona yazıb, mən ona baxmamışam. Sonra kim nəzə tapdı? Zaurla yazdığı yazıların orada kserkopiya eləyib, onun üçün güşə ayırıb, orada paylaşıb onu.